القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین اذ تلقونه بألسنتکم و تقولون بافواهکم ما لیس لکم به علم. 15. ayə Nur surəsindən. Efk cərəyanını Allah-u Teala bu ayələrdə yenə davam verir. Çün iftira vurmaq bir məsələ, bir cəmiyyətdə Peyğəmbərə iftira vurmaq, möminlərin içində Peyğəmbərin hörmətini sındırmaq ikinci məsələ. Ümumiyyətlə, əxlaqa uyğun olmayan günahları yaymaq üçüncü məsələ. Bəs bu məsələ belə deyildi ki, Allah-u Teala asan bu məsələdən geçsin. Müxtəlif ibarələrlə, müxtəlif ayələrlə Allah-u Teala öz hidayətini bu məsələdə buyurur. Bu məsələnin bir ipin, bir ucu münafiqlərin əlindəydi. Münafiqlər bir fürsət tapmışdılar Peyğəmbərin əleyhinə töhmət yaysınlar. Özü də bir əxlaq paçlığına uyğun olmayan töhmət. Peyğəmbərin həyat yoldaşını ləkkələsinlər. Bu bir fürsət olaraq olmuşdu. Cərəyanı var, geçmiş ayələrdə də ərz elədim. Peyğəmbər həyat yoldaşlarından biri səfərdə, döyüş səfərində qoşundan geri qaldı və başqası bunu Mədinəyə gətirdi və bundan söz-söhbət yaydılar. Həm Peyğəmbərin o həyat yoldaşı barəsində, həm o Səfvan barəsindəki bəzi nəqlilərdə o gətirdi Mədinəyə. Hər halda indi hansı həyat yoldaşı idi? Önəmli indi bu ayələrdə deyil. Düzdür, bir nəqlə görə Peyğəmbərin həyat yoldaşının biri idi, bir digər nəqlə görə ayrısı idi. Bunların da hekayələri fərq edirdi. Amma Qur'an bu adlara toxunmayıbdı. Və bu məsələdə də Qur'an istəmir desin, Peyğəmbərin həyat yoldaşları məsumdur. İstəyəsin beləncə əxlaqa uyğun olmayan günah olmaz. Bizim əqidə və ilahiyyat elmində beləncə nüktə var. Peyğəmbərin ümumiyyətlə həyat yoldaşları mümkündür kafir ola. Siyasi baxımdan Peyğəmbərin gətirdiyi məktəbdən uzaq ola. Nuh Peyğəmbərin xanımısı kimin həyat yoldaşı kimin, Lut Peyğəmbərin həyat yoldaşı kimin. Amma heç vaxt Peyğəmbərlərin həyat yoldaşları əxlaq məsələsində əxlaqsız bir xanım olmazlar. Çünki bu bir növ nifrət yaradar, bir növ Peyğəmbərə abırsızlıq yaradar, namus məsələsidir və bu məsələdə kəlam elmində, ilahiyyat elmində, əqidə elmində geniş bəhs olunubdur. Hər halda beləncə bir töhməti vurdular. Və Qur'an buna efk cərəyanı deyir. Özü də Peyğəmbərə töhmət vuranlar çöldə kafirlər də idi. Osbətun minkum, müsəlmanların öz içində idilər.
Yəni münafiqlər idilər. Bu da bu məşhur nəzəriyyə ki, bəzən əhl-i sünnət tərəfindən təqdim olunur. Səhabələr hamısı adildir, ədalətlidir. Əgər səhabədən məqsəd Peyğəmbərin görənlər ola, Peyğəmbərin dövründəki müsəlmanlar ola, yox, hamısı ədalətli deyirlər. Bu ayə göstərir ki, səhabələrin bəzi münafiq idilər və Peyğəmbərə hətta belənçi bir töhməti vurdular. Özü də Quran buyurur, "Usbetun minkum", bir qrup sizin içinizdən idilər. Bu hadisənin bir ipi münafiqlərin əlində idi, fürsət tapmışdılar. Ki, Abdullah ibn Ubey bu başçılıq edirdi. İndi 10 nəfər idi, 40 nəfər idi, neçə idi bu işi yayanlar ipi qeydirdi münafiqlərin əlinə. Quran deyir, "Usbetun", usbə yəni bir cəm, bir qrup. İkinci ipin tərəfi bir sıra müsəlmanlar ki, təsir altına girmişdilər. Bu xəbəri yaydılar. Bir növ araşdırmadan, diqqət etmədən vasitə oldular. Münafiqlər öz məqsədlərinə cəmiyyətdə biraz çatsınlar. Şəhəri, Mədinə şəhərində bu atmosferi yaydılar. Bu ayələr orada nazil oldu. Bu ayələr həm o münafiqlərin içəri üzünü açdı. Ona görə Quran buyurdu ki, bu xiyal eləməyin sizə şərr oldu, xeyr oldu. İkinci xeyr ki, daha mühimdir ondan, müsəlmanlara bir böyük dərs oldu, böyük bir ibrət oldu, böyük bir təkan oldu, xəbərdarlıq oldu. Bir nə onları özlərinə gətirdi ki, siz niyə bu hadisədə araşdırmadan, elə dildən dilə yaydınız? Özü də bir məsələ ki, bir müminin abrısı ona bağlıdır, Peyğəmbərin abrısı ona bağlıdır, cəmiyyətinizin rəhbərinin abrısı ona bağlıdır. Niyə öz başına yaydınız? Onların maraqları bu idi ki, yaysınlar, ta Peyğəmbəri bir növ ləkkələsinlər. Amma siz niyə? Siz ki, Peyğəmbərə inanırdınız, siz ki, mömin idiniz, siz ki, müsəlman idiniz. Onlar münafiqdilər. Bu ayədə ikinci tərəfə Quran daha çox danlayır. Çün əgər bu ikinci tərəf ayıq ola, bu ikinci tərəf diqqətli ola, belənçi bir şeylər elə nütfədə xəfə olar, bunlar da böyüməzlər, yayılmazlar. Ona görə Quran müxtəlif ibarələrlə bu ayədə başlayır, müxtəlif ayələrlə bu məsələni davam verir. Bu ayədə buyurur ki, sizə Allahın rəhməti olmasaydı, Allahın fəzli olmasaydı, sizə böyük bir əzab gələrdi. Fid-dünya vəl-axirə əzabun əzim özü də. Böyük bir əzab. Niyə? Siz qeydin öz davranışınıza bir də baxın. Bu məsələdə nə cür davrandınız? Ez tələqqəvnəhu bi əlsinətkum. Siz dilinizlə bunu aldınız. İnsan qulağı ilə alar, sonra qulağından verər əqlinə, sonra əgər lazımda olsa, tazadan ağzı ilə qeytərər cəmiyyətə. Qulaq, əql, ağız. Deyir, yox, siz elə dilinizlə aldınız, dilinizlə də verdiniz. Güya Allah-u Teala siz desin ki, elə o həvəsliydiniz bu xəbərləri bir-birinizə yayasınız, elə qulaq əslən yox idi burada, elə bir dildə bir əl var idi, ondan təhvil aldınız, elə dilinizlə də təhvil verdiniz. Ez tələqqəvnəhu bi əlsinəkum. Əcib ibarətdir. Dilinizlə bunu təhvil aldınız bu xəbərləri, bir-birinizə üzbəyiz olanda, görüşəndə, mülaqatlarınızda elə ilk söz hiç bir-birinizlə danışırdınız, ha, nə deyirlər, bu nə sözdür? Başlayırdınız, bir-birinizlə bu məsələləri müzakirə edirdiniz və bu dillərinizlə yayırdınız.
Birinci məsələ pəs bu idi ki, siz bu məsələdə bu ifk hadisəsini, bu töhməti Peyğəmbərə aid bir ləkə ki, münafiqlər istəyirlər yaysınlar, siz səbəb oldunuz yaymağa. Özdə sizin diliniz. Burada daha çox günah eləyən dildir ki, dilinizlə yaydınız. İkincisi və təqulunə bi əffaikum ma leysə ləkum bihi ilm. Cidə də ikinci baxışla işinizə baxaq. Ona ki, elmiz yox idi, araşdırmamışdınız, axırına çatmamışdınız, onu dilinizdə danışdınız. Təqulunə bi əffahim. Ağzınızdan dediniz. Ağız səthində insanların abrısı ilə yanaşdınız. Ağl səthində yanaşmalıydınız. Ağl səthində yanaşsa insan əvvələn araşdırar, bir. İkincisi də hər zadı deməz, iki. İnsan mümkündür bir nəticəyə yetişər ki, bu bəli, bu günah eləyibdir. Amma ağl deyir, o abrısı ki, o günahdan böyükdür. Onun özünə, şəxsinə deyək da, niyə cəmiyyətdə yayaq? Deyir, siz ağız səviyyəsində bu məsələ ilə yanaşdınız və dediniz ağzınızla, ona ki, elmiz yox idi. Ona ki, ağl işlətməmişdiniz. Burada insanları dəvət eləyir əqlə. Burada insanları dəvət eləyir təhqiqata, araşdırmağa. Və bir də bu ki, əcələ ilə bir şayəni yaymazlar. Bu da yeni bir xəbərdir, qoy hamıya deyim. İnsanların abrısı saqqız deyil. İnsanların abrısı belə deyil ki, rahat insan bu abrını yaysın və ləkkələnsin. Abrı Hakkullahdır, hətta Hakkunnas deyil. Hakkunnas, ona deyərlər ki, insan əff eləyə bilər. İnsan özü razılaşa bilər. Sənin malın səninkidir, Hakkunnasdır. Sən eləyə bilsən, malını bağışlayasan. Ya bir nəfər sənə borcludur, ondan borcundan geçəsən. Çünki Hakkunnasdır. Cəmaatın öz haqqıdır. İnsanın abrısı Hakkunnas deyil, Hakkullahdır. Yəni, insan eləyəməz, özü öz abrısından geçsin. İnsanın icazəsi yoxdur, öz abrısını aparsın. İnsanın icazəsi yoxdur, özünün də qeybətini eləsin. Başqasının qeybəti necə günahdır, haramdır, insanın öz qeybəti də günahdır, haramdır. Niyə? Çünki abrı Hakkullahdır. İnsanın, müminin izzəti Hakkullahdır. İnsan eləyənməz bir məkana geçsin, bir yerə geçsin ki, orada təhqir olar. Desin, eybi yoxdur, mən təhqirə razıyam. İnsan eləyə bilər, desin, mən pulumdan geçirəm, razıyam, güzəşt edəyəm borcumu. Amma bu ki, mən təhqirə razıyam, izzətimdən geçirəm, zəlilliği qəbul eləyəm, bu çün izzət Hakkullahdır. Çün abru və namus Hakkullahdır. İnsan bu işləri eləyəməz eləsin. Deyir, siz bu işi rayət eləmədiniz. Xəbəri yaydınız, şayəni yaydınız, töhməti yaydınız, özü də bu forma. Araşdırmamışdınız. Və davamında buyurur ki, və təhsəbunəhu həyyinən. Özü də psixoloji baxımdan da buna asan yanaşırdınız. Yüngül hesab eləyirdiniz. Və huvə indəllahı əzim. O halda ki, Allahın nəzdində bu böyükdir. İnsanın abrısı Kəbədən əfsəldir. Erzul mümin əfsəlu minəl Kəbə. Peyğəmbərin hörməti, hələ adi mömin ki, abrısı Kəbədən əfsəldir. Hələ qalsın Peyğəmbərin hörməti, Peyğəmbərin ehtiramı. Ona görə deyirsiniz, buna yüngül baxdınız, asandı xiyal elədiniz. Allahın yanında böyükdür. Çünki Allahın yanında insanın abrısı, insanın mənəvi şəxsiyyəti böyükdür. Bu ayələrdən görsədir ki, dil bəhsinə insan gərək diqqətli ola. Dil düzdür, həcmi balacadır.
ölçüsü balacadır. Amma böyük günahlar bu dildən baş tuta bilər. Ona görə məşhurdur, deyərlər qalilul cirm, kəsirul cürm. Dil cirmi, həcmi, o tutduğu yer dilin balacadır. Dil 200 dirəmdir, 300 dirəmdir. Lakin o içi eləyə bilər, bu dillə işlər görsün, böyük-böyük günahlar, böyük-böyük töhmətlər, böyük-böyük iftiralar və insanların abırlarını apara bilər. Ona görə insan dilinə diqqət eləməlidir. Allah-u Mutal buyurur ki, siz nə danışırsınız, onlara diqqət eləyirik, yazırıq, nə eləyirsiniz də yazırıq. Danışıq da insanın əməlindəndir, amma onunca ayrıca deyirik. Çünki insan bəzən danışıqlarını çox diqqət eləməz ki, o da əməlidir. Deyər bir fəqət gördüyü işlər, danışdığı sözlər əməl deyil. Danışdığı sözlər də əməllərindəndir və bu da hesab kitab olmalıdır. Əhəbbul ə'mal iləllah hifzul lisan. Peyğəmbər buyurur, Allahın nəzdində ən məhəbbətli əməl, ən gözəl istədiyi əməl Allahın budur ki, insan dilini hifz eləyə, hər zat danışmaya, dilini kontrol eləyə. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. رحمن يا رحمن ساعدني يا رحمن اشرح صدري قرآن واسق حياتي قرآن